Bakının yeganə metro operatoru olan Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti ötən il tənzimlənən gediş haqlarının yüksəldilməsinə rəğmən illik zərəri bir qədər də böyüyüb və yığılmış zərərin həcmi maliyyə göstəriciləri üzrə zərər və balans göstəriciləri pisləşib. 3 milyard 109 min 54 milyon manata yüksəlib. Bu dövlət qurumunun konsolidə edilmiş maliyyə hesabatında bildirilir. Bununla belə şirkət bir sıra dövlət şirkətlərindən fərqli olaraq audit hesabatını tam olaraq təqdim edib. Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyəti 2024-cü ili 139,62 milyon manat xalis zərərlə başa vurub. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə xalis zərər 76,88 milyon manat təşkil edirdi. Beləliklə, illik müqayisədə xalis zərər 62,74 milyon manat və ya 81,6% artıb. 2024-cü ildə Bakı Metropoliteninin cəmi gəlirləri 155,66 milyon manat təşkil edib. Bu göstərici 2023-cü ildə 127,14 milyon manat idi. Nəticədə gəlirlər 28,52 milyon manat və ya 22,4% artıb. Artım əsasən sərnişin daşıma gəlirləri və hökumət subsidiyalarının yüksəlməsi hesabına formalaşıb. Hesabatdan əlavə olaraq bildirək ki, 2024-cü ilin ikinci yarısından etibarən Tarif Şurası metrodakı bir gediş haqqını 40 qəpikdən 50 qəpiyə qaldırmışdı. 2025-ci ilin sentyabrından etibarən isə digər ictimai nəqliyyat üzrə gedişlərdəki kimi metronun da qiyməti 50 qəpikdən 60 qəpiyə yüksəlib. Bununla yanaşı cəmi əməliyyat xərcləri daha sürətlə artaraq 294,17 milyon manata yüksəlib. 2023-cü ildə xərclər 203,16 milyon manat səviyyəsində idi. Beləliklə xərclər 91,1 min manat və ya 44,8% artıb. Xərclərin strukturunda əsas artım amortizasiya, əmək haqqı, elektrik enerjisi və texniki xidmət xərcləri üzrə qeydə alınıb. Dövlət qurumu ötən il ümumilikdə işçilərə 86,28 milyon manat xərc çəkib ki, bu öncəki ildə 74,77 milyon manat idi. Hesabat analiz etikdə məlum olur ki, 2024-cü ilin sonuna davam edən və tamamlanmamış tikinti layihələrinin həcmi əhəmiyyətli dərəcədə artıb. İlkin dəyər üzrə davam edən tikililərin məbləği 731,41 milyon manat, balans dəyəri isə 52,23 milyon manat təşkil edib. 2023-cü ildə bu göstəricilər müvafiq olaraq 683,92 milyon manat və 48,68 milyon manat idi. Əsas layihələr Xətai 20 yanvar stansiyaları arasında görülən işlər, B3 və B4 stansiyaları arasında tunel, Dərnəgül elektrik deposu, Xocəsən stansiyası və elektrik deposu, eləcə də digər infrastruktur obyektlərini əhatə eləyib. Qeyd edək ki, Xocəsən stansiyasının tikintisi 23 dekabr 2022-ci il tarixində tam başa çatdırılıb. 2023-cü ildə müvafiq sənədləşmə yekunlaşdıqdan sonra layihə üzrə BTS hesabından əmlak və avadanlıq hesabına köçürmələr aparılıb. Bu çərçivədə 43,29 milyon manat məbləğində dəyərsizləşmə çıxıldıqdan sonra 244,93 milyon manat balans dəyəri BTS qalığından əmlak və avadanlıq qalığına keçirilib. Əmlak və avadanlıqlar üzrə artım əsasən TMX International şirkətindən alınmış 93,6 milyon manat dəyərində 35 yeni metro vaqonu hesabına formalaşıb. Müqayisə üçün 2023-cü ildə 15 metro vaqonu alınmış və bu məqsədlə 35,70 milyon manat vəsait xərclənmişdi. Maliyyə vəziyyətinə gəldikdə isə 2024-cü ilin sonuna şirkətin cəmi aktivləri 418,82 milyon manat olub. Bu göstərici 2023-cü ilin sonunda 414,54 milyon manat idi və aktivlər üzrə illik artım 1% səviyyəsində qalıb. Cəmi öhdəlikləri isə 33,29 milyon manat yüksələrək əvvəlki ilə müqayisədə təxminən 24,8% artım göstərib. Nəticədə kapitalın həcmi 385,53 milyon manat alıb.